Allah deyir, və ma xaləqtul cinnə vəl ins illa liya'budun. Mən insan və cini mənə bəndəlik eləsinlər deyə yaratdım. Ubudiyyət bəndəliyi bizim əsas işimizdir. Allah deyir, mən sənə nə verirəmsə, sən nə edirsənsə bu hədəf üçündür, başqa məqsəd yoxdur. Səni bəndəlik üçün yaratmışam. Həyat yoldaşı seçəndə, xanım seçəndə, məqsəd nə olmalıdır? O məqsədə, yaradılışın məqsədinə bağlı. Bəndəlik eləməkdə mənə kömək eləsin. Allaha yaxınlaşmaq üçün. Ailəni quranda keyf üçün qurma. Ailəni quranda bəndəlik üçün qur. Ki, Allaha bəndəlik eləməyin vasitəsi olsun mənim ailəm. İşə getmək, nə üçün gedirsən işə? İşə gedirsən, niyyəti bəndəlik elə. Allaha bəndə olmaq üçün. Allah məndən istəyib, mən işləyim. Zəhmətimlə pul qazanım. Uşaq dünyaya gətirirsən, məqsədin nədir? Məqsədin budur ki, uşaq tərbiyə eləyim və bu Allaha bəndəliyin ifadəsidir. Allah məndən bunu istəyib. Hər şeyə bu prizmadan baxsaq, ailə məsələsinə də çox işlərimiz düzələr. Kişi desin, mən xanımıma məhəbbət göstərirəm ki, bu vasitə ilə Allaha yaxınlaşım. Xanım desin, mən ərimə xidmət edirəm ki, bu işlə Allaha yaxınlaşım, hədəfə yaxınlaşım. Mən ailə qururam ki, Allaha yaxınlaşım.